Здравствуйте, herkese salam. Bugün biz sizinle feille tanış olacağıq. Feil rus dilində qlaqol. Ə, Rus dilində feil iki qrupa bölünür. Nesoвершенный вид, bitməmiş tərz və совершенный вид, bitmiş tərz. Несовершенный видdə слушать, совершенный видdə послушать. Bitməmiş tərzdə говорить, bitmiş tərzdə сказать. Отдыхать, отдохнуть. Спрашивать, sпросить, brать, взять. İndi biz bu feilləri zamana görə dəyişəcəyik. Rus dilində də feillər 3 zamana bölünür. Keçmiş, indiki, gələcək. Keçmiş zaman прошедшее время, indiki zaman настоящее время, gələcək zaman будущее время. Bir şeydə nəzərinizə çatdırıram ki, feilləri keçmiş zamanda hallandırdıqda bizə ismin cinslərini bilmək lazımdır. Digər zamanlarda ismin cinsinin heç bir fərqi yoxdur. İndi misal çəkəndə sizə aydın olacaq. Bitməmiş tərzdə olan слушать feilini zamana görə dəyişək. Başlayırıq. Я слушал və ya слушала. Əgər kişi cinsindədirsə слушал, qadın cinsindədirsə слушала deyilir. Он слушал, она слушала. Ты слушал və ya слушала. Оно слушало. Мы слушали. Вы слушали. Они слушали. İndiki zamanda isə я слушаю. Ты слушаешь. Он, она, оно слушает. Мы слушаем. Вы слушаете. Они слушают. Feillərin bitməmiş tərzi gələcək zamanda быть feili ilə düzəlir. Yəni əsas feil məstər formada qalır. Быть feili isə şəxslərə görə dəyişir. Я буду слушать. Ты будешь слушать. Он, она, оно будет слушать. Мы будем слушать. Вы будете слушать. Они будут слушать. İndi isə слушать feilinin bitmiş tərzi olan послушать feilinə baxırıq. Keçmiş zamanda я послушал və ya послушала. Ты послушал və ya послушала. Он послушал. Она послушала. Оно послушало. Мы послушали. Вы послушали. Они послушали. Feilin bitmiş tərzi heç vaxt indiki zamana işlənmir. Feilin bitmiş tərzi yalnız keçmiş və gələcək zamana aiddir. Gələcək zamanda я послушаю. Ты послушаешь. Он, она, оно послушает. Мы послушаем. Вы послушаете. Они послушают. Əgər biz bu feili əmr formasında işlətsək, o zaman слушай və ya послушай deyəcəyik. Təbii olaraq sizdə sual yarana bilər ki, keçmiş və gələcək zamanda bitmiş və bitməmiş tərzin fərqi nədədir? Baxın, biz əgər keçmiş zamanda deyiriksə, ya слушал və ya слушала, bu daha çox davam edən bir vəziyyətdir. Я слушала радио. Mən radio qulaq asırdım. Və ya вчера весь день я слушала радио. Dünən mən bütün günü radio qulaq asmışam. Ancaq послушала dedikdə isə orada hərəkətin bitmiş tərzi demək olur. Я послушала muzıku. Mən musiqiyə qulaq asdım. Artıq orada mən o hərəkəti bitirmişəm və onun nəticəsi var. Mən musiqiyə qulaq asdım. Gələcək zamanda я буду слушать радио. Mən radioya qulaq asacağam. Yəni burada məna ondan ibarətdir ki, mən niyyət edirəm, yəni mən düşünürəm ki, mən radioya qulaq asacağam. Ancaq nə zaman qulaq asacağam bəlli deyil. Sadəcə bilirəm ki, qulaq asacağam. Mən radioya qulaq asacağam. Я послушаю твою песню и скажу тебе, как она получилась. Gördüyünüz kimi burada nəticə var. Bitməmiş tərzdə burada hansısa davam edən bir proses var.
Bitmiş tərzdə isə nəticə var. İndi isə rus dilində qayıdış feilləri ilə tanış olaq. Возвратные глаголы. Qayıdış feilləri əsas feillərin sonunda s və ya birləşməsi ilə düzəlir. Məsələn, радовать, радоваться. Радовать sevindirmək, şad etmək, радоваться isə sevinmək, şad olmaq. Удивлять təəccübləndirmək, удивляться isə təəccüblənmək. Одевать geyindirmək, одеваться isə geyinmək. Rus dilində feillərin inkar forması isə feillərin önünə nie hissəciyini artırmaqla olur. Məsələn, я не читаю книгу. Mən kitab oxumuram. Ты не слышишь меня? Sən məni eşitmirsən? Я не одеваюсь. Mən geyinmirəm. Я не удивляюсь. Mən təəccüblənmirəm. Rus dilində bəzi sözlər vardır ki, onlar hər zaman feilin bitməmiş tərzi ilə işlənir. Və o sözlər bunlardır: долго, часто, обычно, всегда, редко, никогда, иногда, весь день, все утро, всю жизнь, целый день və s. Я долго отдыхала. Я часто опаздываю на урок. İndi isə yalnız bitmiş tərzlə işlənən sözlərə baxaq. Наконец, совсем, вдруг, сразу, уже, неожиданно, обязательно, окончательно, немного, полностью. Мальчик неожиданно засмеялся. Сестра сразу приехала. İndi bütün bunlar sizə çətin və qarışıq gələ bilər. Amma zamanla özünüz də görəcəksiniz ki, burada heç çətin bir şey yoxdur. Qeyd edim ki, mən bundan öncə kanalımızda feilin indiki zamanda hallanmasını sizə izah etmişəm. Məsləhət görürəm ki, o videonu dərsi mütləq izləyəsiniz. Əlavə sizə tövsiyəm odur ki, lüğətdən istifadə edin, yeni sözlər öyrənin, feillər öyrənin. Sizə lazım olan gündəlik sözləri öyrənin. İsimlərin hansı cinsə aid olduğunu müəyyən etməyi öyrənin. Kanala abunə olub bəyənməyi unutmayın. Yeni dərslərdə görüşənədək